Deməli dostlar, İlham Əliyev bilirsiniz ki, Fələstinlə bağlı paylaşım edibdilər ki, bəs İlham Əliyev deyibdi ki, biz Fələstini niyə müdafiə eləməliyik ki, onlar bizi müdafiə eləməyiblər. Birincisi İlham Əliyev, sən özünün müdafiə olunmağa ehtiyacın var. Başa düşdün? Sən elə bir bax gör, sənin öz xalqın səni müdafiə edir ya yox. Hə? Yəni öz xalqına zülm eləyən, digər zülmə məruz qalan xalqdan müdafiə gözləyirsə, o prezident deyil ki, o Dalbayovdur. O axmaqdır, o Səyid onun başı çatmır. Vallahi belə prezident olmur ki. Bir prezident öz xalqına belə mərhəmət nümunəsi göstərə bilməz. Sən məni müdafiə eləməmsən, mən də səni müdafiə eləmirəm. Öl el orada, məhv ol. Ha, belə prezident olar, buna da kimsən? Sən kimsən ay İlham Əliyev? Sən doğrudan da bu millətin şərəfli prezidentisən, ay ləyaqətsiz adam. Sənin özünün müdafiə olunmağa ehtiyacın var. Sən bir elə başını çöndər bir öz xalqına bax gör. Bu xalq səni müdafiə edir ya yox. Bax da, Maduranı oğradılar, apardılar. Hamı Maduranın sənin şəklini paylaşırdı ki, sən də nədir, oğranasan, sən də bu aqibət gözləyir. Bütün xalq bunu paylaşır. Bir bax ki, xalq səni sevir. Yalanla, palanla olmur bir şey. Ay uğraş. Müdafiə etməyəcək Fələstini. Etməyin də, göy etdiniz ki, hə? Etməyin, nə olacaq? Heç də olmaz. Allah göydən baxır. Bir gün Allah sizi də cəzalandırar. Narahat olmayın. Çünki Fələstini müdafiə eləmək vicdan məsələsidir, ləyaqət məsələsidir, insanlıq məsələsidir. Bunun ərəblə, kürdlə, nə bilim, türklə, xristiyanla, onunla, bununla, dinlə əlaqəsi yoxdur. Bu insanlıq məsələsidir, bu ləyaqət məsələsidir. Başa düşdünüzmü? Eləməyin. Biz eləyəcəyik. Biz ləyaqətimiz var, adamlığımız var, insanlığımız var. Biz Ukraynada günahsız olan insanları necə müdafiə edirik, Fələstindəkiləri də elə müdafiə edəcəyik. Bizim üçün fərq eləmir. Suriya olsun, İraq olsun, fərq eləmir. Biz doğruların yanındayıq. Mən o Fələstinli də deyə onu müdafiə eləmirəm ki. Mən onu belə deyək də, ərəb sevdalısıyam deyə eləmirəm ki. Mənim vicdanımdan, inancımdan, adamlığımdan, insanlığımdan qaynaqlanan bir şeydir. Görən oldu ki, bu sizdə yoxdur da. Görən oldu ki, siz məsələlərə nəfsinizlə yanaşırsınız. Yəni məntiqinizlə yox, ağlınızla yox, mərhəmətinizlə yox. Nəfsinizlə. Sən məni müdafiə elə, mən də səni. Başa düşdünmü? Sən məni yedizdir, mən də səni yedizdirim. Bax belə. Boyunuzu yerə soxum da. Siz kimi hökumətin, siz kimi prezidentin. Boyunuzu yerə soxum. Görün öz xalqınıza başında durub idarə edirik, xalq yönəldirik, xalq sevirik, xalqın nə bilim, xalq uğrunda düzgün siyasət aparırıq. Apardığınız düzgün siyasət budur da, boyunuzu yerə soxum.